Sayənizdə səhifəmin, Instagram səhifəmin aktivliyi 10 dəfə artıbdır belə hesablamalarıma görə. Hərə bir cür bu mövzudan xayıb tutdu, hərə bir cür kontent yaratdı, onlara da halal edirəm. Siz də necəsə çörək qazanmalısınız. Bunu ironiya ilə demirəm, tam səmimi deyirəm. Nə qədər istəyirsiniz bu mövzunu qurtalayıb, oradan kontent çıxardıb danışa bilərsiniz. Bu sizin təbii haqqınızdır. Reaksiyalardan danışmaq istəyirəm. Videoya kifayət qədər müxtəlif reaksiyalar gəldi. Təriflər qədər, kifayət qədər böyük tənqidlər var idi. Tənqid elədiniz, yaxşı eləyirsiniz. Sonra təhqirə keçdiniz, ürəyiniz soyumadı, inboxuma keçdiniz, direktdə yazdınız təhqirlərinizi. Orada da ürəyiniz soyumadı, keçdiniz, həyat yoldaşıma yazdınız. Özgə vaxtı biz arvad sözünü işlədəndə az qalırsınız, gözünüzü çıxardasınız. Yəni bir çox mesajlarınız arvadım. Yəni rahat olun. Yəni estetik yoxdur. Müəyyən prosedurları var, adını bilmədiyim, amma lap elə olsaydı yenə də bu anlama gəlmir ki, mən bu haqda video çəkməməliydim, çəkməməliyəm. Yaxın ətrafında da kifayət qədər çox insanlar var. Onlarla dostluğumuz var. Bu demək deyil ki, yəni mən onlarla düşmənəm, onları bəyənmirəm. Sadəcə olaraq zövqümdə deyil, bu prosedurların yaxşı olmadığını düşünürəm. Bu bizim aramızda böyük bir qalmaqal, dava və s. yaratmır. Başladı özünə yazmağa, onun isə təhqirlər eləmək, tənqidlər eləməyə bir xanım olaraq, bir növ mənə təsir eləmək üçün hər vasitəyə əl atdınız, vallahi, yəni hər vasitəyə əl atdınız. Məlum bütün məsələlərdə kimlər nə elədiyini necəsə oradan buradan eşidirəm. Mübarizəni də aparanda mərdcəsinə aparmaq lazımdır. Sizin amma aranızda bir şey var idi ki, məncə bu ən dib idi, ən mundar bir hərəkət idi. 12 yaşında, 11 yaşında olan qızımın şəklini həyat yoldaşıma atıb, qızımın da qulaqları şərpədi, onu da yəqin estetik elətdirərsiniz demək oldu. Yəni məncə mübarizəni bu qədər cılızlaşdırmaq, bu qədər alçaq bir yerə dartmaq, bu qədər mundar müstəviyə çıxartmaq çox aşağı bir hərəkətdir. Siz qadın haqları uğrunda mübarizə aparıb, başqa bir qadınları belə aşağılayıb və yaxud da ki, toxuna biləcək şeylərə toxunmaq. Mən o insanı heç axtarmaq istəmirəm, görmək istəmirəm, o insanla üzbəüz gəlmək istəmirəm, elə bir insanla eyni otaqda olmaq istəmirəm. Yəni bu şeyi yaza bilən insan, yəni bilmirəm nə qədər alçaq ola bilər. Yəni bu formaya qədər gedib çıxdı hər şey. Adam hərdən, yəni mübarizə despot düşüncə formasıdır ki, yəni bu video bizim xoşumuza gəlmir, bu silinib, üzr istənməlidir.